15 ildir teatrdan ayrıldım. Mən və Zərnigar Atakişiyeva küstük, getdik. Xətrimə dəydilər. Teatrımızda rəhbər dəyişdi. Hamını işdən çıxartdı ki, yeni kollektiv yığacağam. Bir gün teatra gedəndə qapıdan buraxmadılar. Sənəd verdilər ki, qol çək. Mən də küstüm. Yaxşı ki, küstüm. Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş. Bu sözləri əməkdar artist Kübra Əliyeva geriyə baxanda verilişində deyib. Aktrisa teatrdan getməsindən və onkoloji xəstəliyindən danışıb. Bugünün bəlası xərçəngdir. Getdim Türkiyəyə, qızım məni həkimə apardı. Orada məlum oldu ki, xərçəngəm. Bizim həkimlərdən küstüm. Türkiyədə dişin ağrıyanda deyirlər, get onkoloji müayinə et. Ürəyim sıxılırdı. 2 il ürək müalicəsi olmuşam. Ürək həkimlərində aparatlarla gəzdim. Sənimə onkoloji imiş. Sol ürəyimin üstündə şiş var idi. Metastaz verib. 2 il evdən çıxmadım. Saçlarımı qırxdırdım. 2 ildən sonra Instagrama fotomu qoydum. Hamı zəng vurdu. Hansı filmə çəkilirsiniz? Onkolojidə çox yatdım. 2 əməliyyat oldum. Yaşar Nuri rəhmətə gedəndə mən kimyoterapiyadan çıxıb getmişdim. Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Magazin Plus YouTube layihəsində qonaq olan müğənni ona olan sevgisini bu sözlərlə dilə gətirib. Yorğunluğum yoldaşımın nəvazişi qayğısı ilə bitir. Xoş söz deyəndə hər şeyi unuduram. Qadın həyat yoldaşından küsəndə dünyadan küsür. Qadın çökür. Bir insan sevirsə heç kimə ziyan verməz. Ağıllı qadın kişini zirvədə tutar. Ağılsız olan isə ən hörmətli kişini zirvədən salar. Qeyd eləyək ki, Ziya adlı bəylə ailəli olan Gülyanaq Məmmədovanın 4 övladı var.